Həzrət Ömər radiyallahu anh belə buyurmuşdu: Hesaba çəkilmədən əvvəl özünüzü hesaba çəkin. Məsələn, bir müsəlman hər gecə yaşadığı günün hesabını aparmalı və özünə bu sualları verməlidir. Bu səhər həyat dəftərini necə açdın? Sənə yeni gün bəxş edən Rəbbinə şükür etdinmi? Allah Taalanın səni tövbə etməyə dəvət etdiyi səhər vaxtında onunla həmdəm ola bildinmi? Həmin vaxt göydən yerə enən ilahi rəhmət və məğfirətdən nə qədər nəsibini aldın? Yoxsa həmin fürsət anlarını yataraq zayi etdin? Səhər vaxtının feyzini bütün gününə yaya bildinmi? Bugün həyatın nə qədər zikrullah iqlimində keçdi? Bu nə qədər Rəbbini tanıya bilməyin ruhaniyyəti içində oldun? Bugün nəfsani həzləri yox edən ölümü təfəkkür etdinmi? Bugün həyatın lüzumsuz təlaşlarından qurtulub nə qədər Rəbbinə yönəldin? Qarşılaşdığın ilahi qüdrət və əzəmət naxışları könlündə nə qədər təfəkkür dərinliyi meydana gətirdi? Minarələrdən ucalan ilahi dəvətə qulaq asıb neçə namazını cəmaatla qıldın? Namazlarını Allahın razı qaldığı şəkildə, yəni xuşu ilə qəlb və bədən ahəngi içində yerinə yetirə bildinmi? Bugün qazancının, yediyinin, istiyinin və geyindiyinin halal, şübhəli yoxsa haram olduğuna diqqət etdinmi? Attığın hər addımda qəlbən haramlardan uzaq durma hissini yaşadınmı? Bugün qul haqqına diqqət etdinmi? Üzerimdə heç bir qul haqqı qalmadı, heç kimsəni incitmədim deyə bilirsənmi? Bugün məxluqata Xaliqin şəfqət, mərhəmət və məhəbbət nəzəri ilə baxa bildinmi? Qapındakı bişiyin və köpəyin haqqına diqqət etdinmi? Bişiyini ac qoyaraq ölümünə səbəb olan bir insanın ilahi əzaba düçar olacağına, susuz bir itə su verən bir insanın da ilahi əffə nail olacağına ümid edərək məxluqata mərhəmətlə davrandınmı? Bugün ananın, atanın və qohumlarının əhvalını soruşub könüllərini ala bildinmi? Əgər onlar vəfat etmişlərsə, ruhlarına bir Fatihə oxuyub hədiyyə edə bildinmi? Bugün evini, ailəni qəlb gözü ilə seyr edib oranın bir cənnət bağçası olduğunu idrak edərək küçələrin, geyim keçimin, reklamların, televizor və internetin mənfi təsirlərindən özünü və ailəni qoruya bildinmi? Bu haqda, ey iman edənlər, özünüzü və əhl-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır. Ət-Təhrim surəsi 6-cı ayə. İlahi əmrini həyatına nə qədər tətbiq edə bildin? Əssəlamu aleykum və rəhmətullah və bərəkatuhu.